Sənin məhəbbəti duyan və o eşqi dadan, o zövqü görən, məgər səni kimdənsə deyişər? Sənsizlik qəriblikdən başqa bir şey deyil. Ya rəfiqə mən la rəfiqərə. Ey dost olmayanların dostu olan Allah. Aşıqın gözü məşuqun ağzındadır. Görüm nə deyəcək? Nə deyəcək eşidim və əməl eləyim. Görsən deyir, bunu edərsən, elə bunu edərsən, ağzından çıxan kimi söz, baş üstə edərəm. Bilirəm həkimsən, bilirəm məni çox istəyirsən, məni məndən çox istəyirsən və nə istəyirsən məni çox istəyirsən və mən də sənə aşiqəm, mən niyə etməyim ki, məhəbbət üzündən edirəm. Hətta əlavə də istəyirlər, deyirlər ya Rəbbəl aləmin, bir tapşırıq da gəlməyəndə narahat olarlar. Başa düşürsünüz? Adam var buyruq gəlsə narahat olar, adam var ona buyruq deyilməsə narahat olar. Olur da aşiqlə məşuq arasında deyil, nəsə istəsin də məndən. Mən də ona alım verim bunu. Bax, gəlir çatır bəşər bu yerə ki, Allah məndən nə istəyirsən? Gözləyir, intizardadır, müntəzirdir. İmam Hüseynin belə bir sözü var. Mən zəlləzi zaqa həlavətə məhəbbətikə fəramə minkə bədəla. Sənin məhəbbəti duyan və o eşqi dadan, o zövqü görən, məgər səni kimdənsə deyişər? Səni kimdənsə deyişər? Əsla. Sənlə olanda insan bütün vücudu aramlaşır. Sənsizlik qəriblikdən başqa bir şey deyil. Yusuf demişkən, quyudan çıxardanda onu dedilər ki, ay yazıq uşaq, ay qərib, qalmısan neçə vaxtı burada, dedi, qərib deyiləm, orada Rəbbimlə ünsiyyətdəydim. Rəbbi ilə ünsiyyətdə olan məgər qəribdir, tənhadır, yox. Rəbbindən qopub, nə qədər insan onun ətrafında olsa da belə qərib və tənhadır, özünün xəbəri yoxdur. Əlbəttə ki, var, ruhu hiss edir onun tənhalığını. O deyirlər, bir nəfər mənəvi bir insanıymış. Oturub otaqda tənha, təkcə oturub belə deyək, dizlərini qucaqlayıb düşünür belə. Danışır indi Allahla, münacat eləyir, ürəyinin sözünü deyir, həm söhbətdir Allahla, heç kəs də yox otaqda. Bu an deyib, bir nəfər gəldi, qapını açdı, ona diqqət eləmədi. Girdi içəri, sağa baxdı, sola baxdı, gördü heç kəs yox, qayıtdı, belə səslə yüksək, sən tənhasan burada? Təksən burada. O birdən ayıldı. Ayılan kimi dedi, indi oldum tənha. Bayaqdan tənha deyildim. Gəldin məni qopardın. Həm söhbət idim ondan. İndi tənhalaşdım. Onu ilə ünsiyyət quran tənha deyil ki. Onu ilə müraciət edən həyatın mənasını da tutub, anlayıb, duyub və dünya necə yaşamaq lazım bilir. Ya rəfiqə mən la rəfiqərə. Ey dostu olmayanların dostu olan Allah.